komandalar meydana çıxır. Bəli, Azərbaycan milli komandasını biz görürük. Rəqib İngiltərə seçməsi. Görüş başladı. Millimizə uğurlar arzulayırıq. Eşkin Tağıyev. Elvin Əlizadə topu qazandırır komandamız. Eşkin Tağıyev, Elvin Əlizadə. Top qapı telinə deyir. Necə ağıllı davrandı bu məqamda. Uzatmadan qapıya əla zərbə. Sol cinahda Mir Mehdi Rızayev əla mövqedə topu qəbul edir. Mir Mehdi zərbə lazımdır. Top qapının yanından keçir. Mir Mehdi Rızayev də yoxladı. Mir Kamil. Mir Kamil'in ötürməsi. Oy 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 oy. Necə əla ötürmə və zərbənin estetikliğinə fikir verir. Səbirlə gözləyək. Çox yaxşı oynamışdı. Təmkin Xəlilzadənin zərbəsi. Gol! Təmkin Xəlilzadə. Əla zərbə ilə millimiz hesabda önə keçirir. Əhsən uşaqlar, bu qolda Mir Mehdi Rızayevin əməyi çox böyüdü. Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədovu da bizə göstərdilər. Qola ən çox sevinənlərdən də biri odur. Mir Mehdi fikir verin. Topu komandamıza qazandırdı. Daha sonra rəqib qapçının önünü kəsir. O topu görmürdü və topu da burada elə buraxdı ki Mir Mehdi. Əhsən, sadəcə alqışlamaq lazımdır. İlk hissə yekunlaşır. Azərbaycan komandası Təmkin Xəlilzadənin qolu ilə hesabda irəlidədir. İkinci hissənin startı verilib. Komanda üzvlərimiz tez-tez mövqelərini dəyişirlər. Samir Əmzəyev, Samirin ötürməsi Xətai Bağırov. Xətai Bağırov 2 dəfə alınmadı. Rəvan Kərimov Xətayinin 3-cü cəhdi. Sıxışdıra bilir Samir Əmzəyev. Amma Xətai Bağırov bu cür fürsətdən yararlana bilmədi. Çox təəssüf. Əslində kapitanlar bu məqamda daha sakit olmalıdır. Bu görüşdə biraz fərqli mənzərənin şahid oluruq. Musa Bəm. Musa Bəm sürətlə irəliləyir. Musa Bəm zərbə qapıya və çox təəssüf. Musa Bəm tək başına irəlilədi və hesabı bərabərləşdirir. 1-1 olur hesab. 1-1 olur hesab. Hesab bərabərləşir. Bizim komanda belə səhvə yol verməzdi, amma Musa Bəm çox rahat şəkildə irəlilədi. Məhəmməd gözləyir, rəqbini keçməyə çalışır. Məhəmməd Xəlilov mərkəzə meyilləndi. Ötürməsi əla alınır. Rəvan Kərimovun zərbəsi. Məhəmməd Xəlilov yenə də top müdafiəçiyə deyir. Yenə də bəxtimiz gətirmədi. Fitzgerald cərimə zərbəsini yerinə yetirir və topu öz qapısına göndərir. Bəli. Qoy bizə də belə hədiyyələr olsun. Biz də bu hədiyyəni məmnuniyyətlə qəbul edək. Qoy biz də belə hallara sevinək. Nə vaxta qədər hakim haqsızlığı, adi səhvlərimizdə rəqib sevinməlidir. Biz sevinirik, yaxşı eləyirik. Əlbəttə ki, bu qələbə bizim haqqımızdır. Fitzgerald əziyyət çəkərdi, çevrilib qapısına baxardı. Etməzdi belə səhvi. Gol vururuq, sevinirik və Azərbaycan millisi hesabda öndədir. Geri oynadı, amma Əl-Durubi öndəydi. Əlbəttə ki, heç bir futbolçu indi Fitzgeraldin yerində olmaq istəməzdi, amma bu faktdır. Bu üstünlüyü qoruyub saxlasaq bizə bəsdir. Tək ki yarım finala çıxaq. Tək ki Montenegroya rəqib Azərbaycan millisi olsun. Tək ki bu azarkeşlər sevinsin. Tək ki ekran qarşısında bizi izləyən tamaşaçılarımız sevinsin. Hakimin artırdığı 3 dəqiqədə yekunlaşmaq üzrədir Ramizin ötürməsi. Və beləliklə Azərbaycan yarım finalda mini futbol üzrə dünya çempionatında yarım finala vəsiqə qazanırıq.